Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz abituriyentlər. Bugün güvən kurslarında aparılmış 4-cü sınaq imtahanının riyaziyyat fən suallarını təqdim edirəm. Baxaq. Birinci sual, ədədləri müqayisə edin. Adi kəsrdir. Mən onların sürətlərini bərabərləşdirmək istəyirəm. Yəni, məxrəclərinə baxanda sürətləri daha uyğundur. Birinci kəsrin sürət və məxrəcini 6-ya vururam. İkinci kəsrin sürət və məxrəcini 3-ə vururam. Üçüncü kəsrin sürət və məxrəcini isə 4-ə vururam. Sürətləri bərabər olan kəsrləri müqayisə etmək üçün qaydadır. Məxrəci kiçik olan böyükdür. Məxrəci kiçik olan böyükdür. O yüzden burada dikkat edin, B'nin məxrəci daha kiçikdir, B böyükdür, C böyükdür A. Yəni, B bəndə doğru cavabdır. İkinci sual, 3-5 nisbətində olan 2 ədədin fərqi 8 olarsa, onların cəmini tapın. Ədədlərdən birini 5x, digərini 3x qəbul edirəm ki, 3-5 nisbətindədir deyə. Bu ədədlərin fərqi 8 olarsa, yəni 5x çıx 3x bərabərdir 8. 2x bərabərdir 8, x bərabərdir 8 bölü 2, 4. O zaman ədədlərdən biri 5 vuraq 4 bərabərdir 20, çünki birisi 5x qəbul olunmuşdu, digəri 3x qəbul olunmuşdu. Amma ikincisi 3 vuraq 4, 12 tapdıq. Onların cəmi tələb olunur. 20 üstə gəl 12 bərabərdir 32. Y bəndə doğru cavabdır. Üçüncü sual. Fərqi 16 olan 2 ədədin ədədi ortası 36 olarsa, bu ədədlərdən kiçiyini tapın. Deyək ki, ədədlərdən biri A, digəri B olsun. Fərqi 16'dır. Yəni A minus B bərabərdir 16. Ədədi ortası 30 olarsa, A ilə B-nin ədədi ortası A üstə gəl B böl 2 deməkdir. Çünki toplayıb onların sayına bölmək lazımdır. 36 vur 2 çarpı az vurduq. A plus B-ni 72 aldıq. Düzdürmü? Yazdıq burada. Yəni sadə bir tənliklər sistemi quruldu. Buradan A-nı və B-ni tapmalıyıq. Tərəf-tərəfə toplasaq 2A bərabərdir 72 üstə gəl 16 88. A bərabərdir 88 bölü 2, 44. A 44. Əslində kiçik tələb olunur, B-ni də tapmaq lazımdır. İkinci tənlikdə B-ni tapsaq, A-nın yerinə 44 qoysaq, 72 minus 44, 28 alınır. Bu ədədlərdən kiçik 28'dir, D bəndə. Dördüncü sual 3 bucaqdır, sadədir. 3 bıçaq çəkdim. ABC adlandırdım. A və B bıçaqlarının tənbölənləri O nöqtəsində kəsişir. A bıçağının tənböləni, yəni belə deyim X onu da elə yerindəcə qoydum. B bıçağının tənböləni B təpəsindəki bıçağı 2 bərabər bıçağı ayırır ki, onlar da olsun Y uşaqlar. C bıçağını da bir Z tərfi ilə işarə edim. Deyilir ki, tənbölənlər O nöqtəsində kəsişir. AOB 2ACB'dir. Yəni AOB burada uşaqlar. ACB'nin 2 qatıdır. Yəni Z'in 2 qatıdır. ACB'ni gördüyünüz kimi mən Z tərfi ilə işarə etmişəm. Bilirik ki, 3 bıçağın daxil bıçaqlarının cəmi 180'dir. Burada bir daxil oluruq ABC 3 bıçağından uşaqlar. ABC 3 bıçağından daxil oluruq. Yəni bıçaq A 2x üstə gəl. Bıçaq B yəni 2y. Üstə gəl bıçaq C yəni Z bərabərdir 180 dərəcə. Bir də daxil oluruq 3 bıçaq AOB'dən uşaqlar. Yəni AOB 3 bıçağında A bıçağı X'də. Dikkat edin şəklə. O bıçağı 2Z. Amma B bıçağı isə Y-də.
Ona göre yazıram x plus y plus 2z beraberdir 180. Belə. Və A, C, B tələb olunur. Yəni Z bizdən tələb olunur. Sualda da fikrimiz olsun hər zaman. Nə edirəm? Z-i tapmaq üçün hər halda ikinci tənliyi 2-yə vurub tərəf-tərəfə çıxaram ki, Z-i tapım. Və yaxud ola bilər kimin sağlığına başqa cürə gəlsin. Və yaxud mənfi 2-yə vurub tərəf-tərəfə toplaya bilərəm. Mən ikinci tənliyi 2-yə vurub çıxmaq istəyirəm uşaqlar. Yazım səliqə ilə. 2x üstəgəl 2y üstəgəl z bərabərdir 180 olduğu kimi qalsın. Və ikinci tənliyimin hər bir həddini 2-yə vururam. 360 dərəcə və tərəf-tərəfə çıxıram. O zaman 4z minus z bərabərdir, yəni belə deyim, 360 minus 180 olur 3z bərabərdir 180, z bərabərdir 60 alıram. 180 bölü 3, 60 debəndə. Növbəti sual həqiqi üstü qüvvətdəndir. 64 üzəri 6-da 5, 64-ə 2 üzəri 6 kimi baxıram. 64 üzəri 3-də 2, bu dəfə 64-də 4 üzəri 3 kimi baxmaq əlbəttə ki, səmərəlidir. 3-cü 64-ümüzə 8 üzəri 2 kimi baxıram. Bərabər. O zaman nə baş verir? 6, 6-da 5-ə vurulası deyə 6-lar ixtisar olunur. 2 üzəri 5 qalır. 3, 3-də 2-yə vurulasıdır deyə 3-lər ixtisar olunur. 4 üzəri 2 qalır. Burada 2, 2-də 1-ə vurulasıdır deyə 8 üzəri 1 qalır. Hesablasaq 32 minus 16 minus 8 bərabərdir 8 alınır. A bəndə. Növbəti sual tənliyinin köklərinin hasilini tapın. Bu bir hasildir. Hasil 0-a bərabərdirsə vuruqların hər birisi ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Tənliyin birinci kökü mənfi 2, digəri isə müsbət 1-dir. Və onların hasili tələb olunur. Mənfi 2 vuraq 1 alınır mənfi 2. Doğru cavab A bəndə. Sualları bu dəfə səliqəli yerləşdirmişəm. Növbəti sual tənliklər sistemidir. Burada mən birinci tənlikdə mənfi 7-ni sağa atmaq istəyirəm. Müsbət 7 kimi. Çünki biz ona daha çox alışığıq. Sonra başlamaq istəyirəm. Mənfi 6-nı sağa atıram, müsbət 6. Və bunu həll etmək hər kəs üçün asandır. Birinci tənliyimin hər bir həddini 3-ə vururam. Ola bilər kimsə mənfi 3-ə vurur, tərəf-tərəfə toplayır. Amma mən 3-ə vurub tərəf-tərəfə çıxıram. Problem deyil, uşaqlar elə də olar, belə də olar. Kim necə rahatdır, kim necə xoşdur. Birinci tənliyimin hər bir həddini 3-ə vurdum və tərəf-tərəfə çıxdım. 3y-lar islah olundu. 5x bərabərdir 21 minus 6, 15. X bərabərdir 15 bölü 5, 3 alındı. X-in yerinə 3 qoyub y-ı tapıram. 6. 3y bərabərdir 6 çıx 3 eləyir 3. Y bərabərdir 1 alınır. X 3, y 1. Burada C bəndi doğru cavabdır. Növbəti sual maraqlıdır. Trapeziya aiddir uşaqlar. Oturacaqları BC və AD olan bu bizim trapeziya oturacaqlar gördüyünüz kimi BC və AD'dir. AD yəni böyük oturacaq BC və CD-nin cəmidir. Deyək ki, bura A'dır, bura B'dir, böyük oturacaq A plus B'dir. CDA, bir dəqiqə gələm, 50 dərəcə yazdım və tələb olunur ABC. Mən belə yanaşım. Ola bilər kimsə başqa cürə görür, yəni mən belə görürəm hal-hazırda. B'dən paralel çəkirəm, CD-yə. Və burası A'dır, burası B'dir, paraleloqramdır, elə deyilmi?
Eğer büyük oturacak A plus B'dirse, hürmetli izleyiciler, onda elə değil mi ki sol taraf B'dir. Sonra onu yazdıktan sonra beraber yanlıdır üç bıçağımız. Gördüğünüz gibi solda olan üç bıçak beraber yanlıdır. Yani oturacağı biçi bıçaklar beraber olmalıdır. Tabii ki paralelogramda karşı bıçaklar beraberdi. Burada 50 koyun. Şimdi hürmetli izleyiciler, bilmem bile bakın. Bura 130. 130. 50. Biraz başka taraftan fırlandım diyesin iyi bir. Şimdi bu üç bıçaktan daxil oluram. Alfa üstə 50 beraberdir 180. 2 alfa beraberdir 130. Alfa beraberdir 65. Ve bıçak ABC 50 üstə gəl alfa. Yani 50 üstə gəl 65 beraberdir 115. Herhalde düz taktım. Sadece değilsin, biraz fırlandım orada çok. Eyvallah. Səliqəlidir, gözəldir. Növbəti sual, hörmətli izləyicilər, bərabərsizlikdəndir. Bərabərsizliyin ən kiçik tam əlini tapın. Üzr istəyirəm. Məchullar bir yana, məlumlar digər yana. Üç x kiçikdir 39 minus 27 alınır 12. X kiçikdir 12 bölü 3 4. Ve x kiçikdir 4 bərabərsizliyinin tabii ki en küçük tam 53'tü. Ayda mesela de 4'ten küçük olanlar içerisinde en büyük tam 3'tü. 70. Düz sual. Düzgün çok bıçağının bir tarafına biçik bıçakların dembölenlerinin arasındaki bıçak 36 derece olarsa. Ben düzgün çok bıçağının bir tarafını çekim uşaqlar. Çektim. Dembölenler. Düzgündür, tembölendir, yarıya bölür. Tabii ki diğer taraftan da x duracak. Aralarındaki bıçak 36 derece. Geçen yazdım. Şimdi uşaqlar x'i tapmak için buradan daxil oluram 3 bıçaqdan. Daxili bıçaqlarının cəmi 180 derecedir diye. 180 derece minus 36 derece olur 144 derece. X beraberdir 72 derece alınır. Oysa artık daxili bıçağın 144 derece olması demektir. X üstü X daxili bıçaq burada qeyd edirəm. 144 derecedir gördüğünüz gibi 72 derece üstü 72 derece. O zaman harici bıçak 36 derece olacak. Çünkü harici bıçak tabii ki ona komşudur. 180 minus 144 derece 36 derece olacak onun komşusu. Doğru. Harici bıçak. 36 derece olacak ve tarafların sayını tapmak için düzgün çok bıçaklı da ümumiyyətlə bildiğimiz gibi harici bıçakların cəmi 360 derecedir ve 360 derecenin bir harici bıçağın kıymetine bölen zaman biz onun taraflarının sayını tapmış oluruz cevabı. Növbəti sual, xətti tənliklər bir məşğul tənliklərdəndir. AX minus 2x məşğullar bir yana, məlumlar digər yana. Burada x'i mötərizə xaricinə çıxardırıq. Bilirsiniz, mən şagirdlərimə də deyirəm, x vur 0 bərabərdir 0 tənliyinin uşaqlar sonsuz sayda 50 var, düzdürmü? Çünki biz x'in yerinə 4 də qoysaq, 0'a vursak, 0 anlar 5 də qoysaq, yəni bu şəkildə olmalıdır tənlik. Əgər bu şəkildə olarsa, x istəniləndir sayılar. Və tənliyin o şəkli alması üçün onda nə olmalıdır? A minus 2 sıfıra beraber olmalıdır bildiğim reziyat olarak. Yani görünür A ve B şifayı görünür ama indi reziyat yazanlara belə deyilir. Ayrı ayrılıkta
sıfıra bərabər edəyim. A2, B mənfi 3 və A plus B cəmi tələb olunur. Mənfi 1 doğru cavabdır. D bəndi. Növbəti sual. Paralelogramın iti bucaqlarının cəmi 130 dərəcədir. Təbii ki, onun iti bucaqları bərabərdir. Biz nə edirik uşaqlar? 130 dərəcəni 2-yə bölürük. 65 dərəcə onun iti bucağını alırıq. Kör bucağı tələb olunur. Kör bucaq, yəni bu bucaq tələb olunur. O isə 180 dərəcə minus 65 dərəcə deyilmi? Çünki bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Yebəndi. Növbəti sual bərabərsizlikdir. Yəni 12 sual artıq izah olunub. 13-cü sual onlara nisbətən biraz yəni onlar daha çox sadədir. Sol tərəfə 1 böl x minus 1 ifadəsini keçirdirəm və ortaq məxrəc alıram. Üzr istəyirəm. Kəsirləri çıxmaq üçün ortaq məxrəc alıram. Belə. X-i vuraq x minus 1-ə, 1-i vuraq 3x minus 4-ə. Olur x kvadrat minus x minus 3x plus 4. Sürətini sadələşdirsək, x kvadrat minus 4x üstəgə 4 qalır. O isə x kvadrat minus 4x plus 4 gördüyümüz kimi x minus 2-nin kvadratıdır. Və intervallar üsuluna görə bunun həllini yazırıq. Ayrı-ayrılıqda sıfıra bərabər yazıram. Və ədəd oxumda bu ədədləri qeyd edirəm. Bir həllə daxil deyil, məxrəcdir, sıfırdan fərqli olmalıdır məxrəcimiz. 1 həll deyil, ona görə onu açıq saxlayıram. 4 böl 3 də həll deyil, açıq saxlayıram, amma 2 həldir. Çünki 2 bərabər böyük və ya bərabər var, 0-ı alır, 2 qiymətində x2 olarsa ifadə. Aralıqların işarəsini təyin etməliyəm. Bu hər zaman müsbətdir, belə deyim, mənfi deyil. Aşağıdan baxsaq, 3 qoysaq, deyək ki, x-in yerinə hasil özünü müsbət aparır. 1 qoysaq, 1 yox, 4 böl 3 və 2 arasında deyək 1,9 qoysaq, müsbət olar. Bu hissədə mənfi olar. Bu hissədə müsbət olar. İndi böyük və ya bərabər 0, yəni müsbət olan aralıqlar. Mənfi sonsuzluqdan 1-ə, 1 açıq, birləşmə. Burada 2 müsbət var. Sadəcə orada 2 həldir deyə bunları birləşdirib qəbul edə bilərəm. Yəni 4 böl 5 açıq, müsbət sonsuzluq. 4 böl 3 üzr istəyirəm. Baxım, elə cavab varmı? Var. Hər halda bir səhvim yoxdur inşallah. Suallara qabaqcadan baxmamışam, amma bir dənə işarələr, yenə bir dənə dəqiq baxılmış olur. Xeyr, məncə səhvim yoxdur. Xeyr, yoxdur. Növbəti sual naturaldandır. Naturalda belə bir qayda tanıyırıq. Əbub AB vuraq əkub AB bərabərdir A vur B. Belə. Onu istifadə edirəm, hörmətli izləyicilər. Yəni buna bir B kimi baxsam, qayda həmin qaydadır. Yəni sol tərəfi mən qaydaya uyğun olaraq A vur B, yəni A vur 24 yazıram.
bərabərdir 192. 192-ni 24-ə bölüb A-nın qiymətini tapıram. 8. Növbəti sual çoxluqlardandır. Hər halda Euler dairələrindən istifadə etməliyəm. Kesişmədə 12 element var. 12 yazdım. Bura mən x yazdım, bura y yazdım. Yəni mən belə yanaşmaq istəyirəm. NA yəni x plus 12. A çoxluğunda olan elementlərin sayı. MB yəni 12 üstəgəl y bərabərdir 2 bölü 3. A birləşmə B 28'dir. Yəni A birləşmə B dedikdə, yəni A'da və B'də olan bütün elementlər. Yəni x üstə 12 üstə y bərabərdir 28. Yəni mən belə yazdım. Ola bilər kimsə başqaca yanaşsın uşaqlar. Sistem qurdum. Mən həmişə x, y atıram ki, səliqəli olsun, qarışıqlıq düşməsin. 28 minus 12, 16. Özür istəyirəm. Birinci tənliyi sadələşdirim. Çarpaz vurdum. Oldu 3x minus 2y bərabərdir. Mənfi 12 və həll edirəm. 2 vurub tərəf-tərəfə toplayaram. Hər halda. İkinci tənliyi 2'ye vurdum. Ve tərəf-tərəfə topladım. 5x bərabərdir 20, x bərabərdir 4 aldım. En B drop A tələb olunur. Yəni B'nin A'dan olan fərqi, yəni bizdən Y tələb olunur. Yəni B drop A nədir? Yəni yalnız B'də olanlar, yəni Y. 4 üstü Y bərabərdir 16. Y bərabərdir 16 çıx 4, 12. Doğru cavabdır. Növbəti sual. Kör bıçağın təpə nöqtəsindən çıxan şua görsünüz, mən yarıya qədər oxudum. Yəni oxuya-oxuya icra etmək lazımdır. Kör bıçağı çəkdim. Təpəsindən çıxan şua tərəflərdən birinə perpendikulyardır. 90 dərəcə. Onun fərqi 36 dərəcə olan iki bucağı ayırır. Əgər digər bucağı bir alfa ilə işarə etsəm, demək istəyir ki, onların fərqi, yəni 90 dərəcə minus alfa 36 dərəcədir. Və buradan alfanı 90 dərəcə minus 36 dərəcə 54 dərəcə alıram. Kör bucağın dərəcə ölçüsünü tapın. Nedirəm? 90 dərəcə üstə gəl alfa. Yəni 90 dərəcə üstə gəl 54 dərəcə. 144 dərəcə. Növbəti sual təniklər sistemindəndir. Y-i tapın. Hər halda x-in islahı üçün çalışmalıyam. Birinci tənliyimin hər bir həddini mənfi 2'ye vururam. Hörmətli izləyicilər. X islah olunsun, y mənimlə qalsın deyə. 2'ye vuranda orada y olur. Yox, 2'lər ixtisar olunur. Mənfi 2'ye vururam. Diqqətli olun. İstəmirəm bu videoda bir diqqətsizlik edim. O qədər ehtiyatla izah edirəm. Sağlara qabaqcadan da baxmamışam ama istəyirəm səhvim, diqqətsizliyim olmasın bu videoda. Adətən izah edəndə yersən o qədər həyəcanlı oluram ki, diqqətsizliklərim olur. Y-i tapın. Tərəf-tərəfə topladım. Oldu mənfi 1/4'te 1 y bərabərdir mənfi 5. Və buradan y-i tapıram. Mənfi 5 böl mənfi 1/4'te 1. Yəni müsbət 4 cavabdır. 4'te 5 çevrilir. 5'te 4, 4 qalır. Uyğunluğu müəyyən edin. Trapesius. Figurların sayısı çox asan gəldi. Təşəkkür edirəm. Çox asan gəldi ki, mən kurslarına təşəkkürlər. Yəni mən çox qorxdum. Yəni çətin də gələ bilərdi. Təbii ki, sonuçta buraxılış imtahanıdır, amma yenə də yeni topluda figurların sayısı o qədər vaxt alır ki, o yüzden deyirəm. Oturacaqlar 6 və 8'dir. Birinci bənd. Əgər hündürlük 6'dırsa,
Trapesiyanın saat üstü A plus B bölü 2 vur H'dır. Bildiğimiz gibi qaydanı istifadə edirəm. 6 üstə 8 böl 2 vur hündürlüyü vur 6. Cevap 42'dir. Yani 1'e B uygundur. 2. Hündürlüğü 7 olarsa saniye tapıram yine düstur uygun olarak 6 üstə 8 böl 2. Bir dəfəlik orta xəttə C vur H da yaza bilərdim. Biraz uzattım deyəsən. Yəni C'ni burada 7 tapı bile tez yaza bilərdim. Ama iyi yok. 7 vur H, 7 vur 7 49 3. Eğer hündürlüğü bakın 49 ansındadır dedi. 2'ye D uygundur. H beraber 8 olarsa S beraberdir H yazın bu defa. Orta xət vur hündürlüğü. Yani 7 vur 8 56. Daha tez yazılsın diye. 56 G bəndidir. 3'e G uygundur. Növbəti sual ifadesini sadeleştirin. 2x kvadrat minus 5x üstəgəl 2 kvadrat 3 əldə edir. Onu müxtəlif yollarına ayırırlar vurğulara ama orta məktəbə qalsa, yani 7. sinifə qalsa 7. sinif onu hissələrə ayırır ve qruplaşdırma üsuluna göre vurğulara ayırır. Yani mənfi 5x'i, mənfi 4x, çıx x kimi yazdım. Məxrəcində qruplaşdırma hazır vəziyyətdə bizi gözləyir. Kesir xətti qruplaşdırma aparıram yuxarıda sürətdə. 2x mötərizə xaricinə çıxarılır, x minus 2 qalır. Burada da mənfi çıxarılır, x minus 2 qalır. Məxrəcində hörmətli izləyicilər. X çıxarılır, 2x minus 1 qalır. Üstəgəl y çıxarılır, 2x minus 1 qalır. Davam edirik. X minus 2'ni orta qrup kimi mötərizə xaricinə çıxardırıq. 2x minus 1 qalır. Sürətində 2x minus 1'i çıxardırıq. X plus y qalır. Bərabər ixtisarımızı aparırıq. Bəli, hörmətli izləyicilər, bərabər qalır. Nə qalır? X minus 2 böl x plus y qalır. Növbəti sual çevrədəndir və maraqlıdır. Bildiğimiz kimi eyni nöqtədən çəkilən toxunanlar bərabərdir. Yəni burada BD bərabərdir BC-yə. Aydındır mı? Belə. Tamam. O yüzden BC 16 atıram və digər qaydeti, yəni AC-ni tapıram. Pifagor teoreminə görə. Yəni AC-nin kvadratı üstə BC-nin kvadratı bərabərdir 34'ün kvadratı olduğuna görə 18 üstə 16 34. Hörmətli izləyicilər, AC-nin kvadratı bərabərdir 34'ün kvadratı çıx 16'nın kvadratı. Buradan A minus B, A plus B daxil olsam 34 minus 16 18, 34 plus 16 50 və 900 alınır. Və burada AC-ni 30 alıram. AC-ni 30 alandan sonra nə edirəm? Radius axtarılır, RR. Kəsənin xaricdə qalan hissəsini 30 minus 2'yə qoyuram, hörmətli izləyicilər. Çünki AC ümumilikdə 30'dur, elə deyilmi? Bəli, bəli, bəli. Və kəsənlərin xassəsi ilə daxil oluram. Bildiyimiz kimi kəsənin xaricdə qalan hissəsi vurulsun, kəsənin uzunluğu bərabərdir. Daha doğrusu toxunanın qaydası ilə daxil oluram. Yəni 18'in kvadratına. Toxunanın qaydası belədir. Burada yuxarıda mən izninizlə qaydasını yazdım. AD toxunandır. AD'nin kvadratı bərabərdir. Yəni kəsənin xaricdə qalan hissəsi. Ora bir hərf də qoymamışam. İstərsiniz ora bir hərf qoyum sizcə. Olsun. AK vuraq AC. Yəni biz bunu qayda kimi tanıyırıq, hörmətli izləyicilər. O yüzden onu istifadə edirəm. Tamam. Errorlərimi bir də qoyum. Ümumi 30'du deyə 30 minus 2'yə qıraqda qalan hissədir. Olur 900 minus 60 bərabərdir 324.
900'dən 324 çıxırıq olur 576 bərabərdir 576 böl 60. İnşallah bir səhvim yoxdur. Yoxdur, məncə yoxdur. 30 minus 2 orada səhv yoxdur. Vur 30 bərabərdir 18'in kvadratı. Toxunanın kvadratı. Tamam. Yoxdur. Qalsın, iyi, onu bölmək problem deyil. Növbəti sual bir məchuldandır. X plus 1 vuraq x minus 1 ortaq məxrəc sürətində 1 x minus 1'ə 1 x plus 1'ə vurulur və onlar toplanılır. Bildiyimiz kimi. Və sürətində 2x qalır, məxrəcində x kvadrat minus 1 qalır. Çarpaz vururuq. 4x'i sola atırıq. Belə. O isə çevrilmiş kvadrat dəlidir. V teoremini hər halda istifadəmdə olacaq. Bildiyimiz kimi x1 plus x2 x'in qarşısında duran ədədin əksidir. Amma hasili sərbəsətdə bərabərdir. Belə. Ondan sonra sualımı yazıram. x1 böl x2 üstəgəl x2 böl x1 bərabər. Ortaq məxrəc alıram. Və x1'ə vurulur. İkinci kəsrin sürəti x2'yə vurulur. x1'in kvadratı üstəgəl x2'nin kvadratı alınır. Bərabər. x1, x2 orta məxrəcdir və sürətini kvadratlar cəmi düsturuna görə x1'in üstə x2'nin kvadratı minus 2x1, x2 kimi yazıram. Bərabər. x1 plus x2'nin yerinə 4 qoyuram. x1 vur x2'nin yerinə mənfi 1 qoyuram. Sürətində 16 üstəgəl 2, 18 böl mənfi 1 bərabərdir. Mənfi 18 alıram. Baxın, bir səhvim yoxdur ki. Xeyr, yoxdur. Növbəti sual düzbucaqlıdandır. A plus B cəmini hesablayın. Təbii ki, asandır. Düzbucağının qarşı tərəfləri bərabərdir deyə bərabərləşdirirəm. 2a plus 7b bərabərdir 20. Bu bir köməkçimiz. Digər köməkçi Pifagorumuzdur. Yəni a kvadrat üstə b kvadrat bərabərdir c kvadrat. Buradan devam edin biraz. Onu biraz sadələşdirim. 3a plus 6b'nin kvadratı bərabərdir 29'un kvadratı çıx 20'nin kvadratı. Ona minus b plus b geçsəm olur 9 vur 49. Buradan 3a plus 6b'ni mən hər halda müsbətdir əlbəttə. Oradan 3 vur 7 21 qəbul edə bilərəm. Çünki 9 üçün 49 7'nin belə. 3 vur 7 21. Altında 2a plus 7b'ni yazıram. Belə edirəm, tərəf-tərəfə çıxsam, suala çıxış varmı? Yoxdur. Bir səhvim varmı? Xeyr. Onda dedim, bəlkə çıxsam ya toplasam, eyb yox əldə edərəm ayrı-ayrılıqda. Biraz gözüm su içmədi. Bu niyə belə qəliz alındı? Baxın. Yox, bir səhvim yoxdur. Eyb yox. Mən 5a üstəgəl 13b. Sadəcə deyirəm, bəlkə suala çıxış var, onun üçün çalışıram. Eyb yox. Tərəf-tərəfə çıxsam a minus b-ni alaram. A minus b bərabərdir 1. Eyb yox, əvəz etmə verim. A bərabərdir 1 plus b. Burada yerinə qoyum. 2 vur a, yəni 2 plus 2b bərabərdir. Yox, üstə 7-1. Bərabərdir 20. Buradan olur 9b bərabərdir 18, b bərabərdir 12, b 12, 2, üzr istəyirəm 18 böl 9. A isə 1 plus b olduğuna görə a3 olur. A3 də b2'dir və 3 üstəgəl 2 cavab 5.
Növbəti sual düzgün çapulcaqlının bir daxili bucağı 140'tır. Uşaqlar elə bundan öncəki misalda da istifadə etdim, dedim. Yəni daxili bucağı 140 dərəcədirsə, onda xarici bucaq 40 dərəcə olacaq. Çünki qonşusudur. 180 dərəcədən 140 dərəcəni çıxırıq. Və tərəflərinin sayını tapmaq üçün ilk önce biz onun tərəflərinin sayını tapaq, diagonalların sayını tapmaq üçün. Tərəflərinin sayını tapmaq üçün dediyim kimi 360 dərəcənin xarici bucağın qiymətinə bölürük. Çünki onun bütün xarici bucaqlarının cəmi 360 dərəcədir. 9 olur tərəflərinin sayı. Və diagonallarının sayı düsturunu hamımız əzbər bilməliyik. T bərabərdir n vuraq n-3 böl 2. N'in yerine 9 koysak 9 vur 6 böl 2 54 böl 2 27 cevaptır. Növbəti sual maraqlıdır. Bərabərsizliyin həll edin. Sol tərəfə diqqət etsək x plus 2 vuraq x kvadrat minus 2x plus 4 kublar cəmidir. Hər halda onu şagird görməlidir. Görməsə biraz inciyər. Yəni başqa cürə necə yaza bilər ki, o kublar fərqini görməsə. Özür istəyirəm. A plus b-ni buranda a kvadrat minus ab kublar cəmidir. Daha doğrusu x kub üstəgəl 8'in ayrılışıdır. A plus b-nin kvadratı kimi açıram. Sadələşdirirəm. Qalır 16x kub minus 16x kiçik veya bərabərdir 0. 16x'i mötərizə xaricinə çıxardıram. O isə sadə bərabərsizlikdir. 16x vuraq x minus 1 x plus 1 hasildir. Və ayrı-ayrılıqda 0'a bərabər edirəm. X'i 0, bir kökünü 1, digər kökünü mənfi 1 alıram. Və ədəd oxu üzərində qeyd edirəm. Mənfi 1'i qeyd edirəm. 0'ı qeyd edirəm. Özləri də həldir. Bərabər var. Boğazım mənə imkan verir. Bəli, hörmətli izləyicilər, aralıqların işarəsini təyin etsək, müsbət mənfi olacaq. Yəni, o qədər danışıram ki, artıq damarlar məndə. Və kiçik və ya bərabər 0 olduğuna görə mənfi, yəni bildiyimiz kimi aralıqlar cavabdır. Yəni, mənfi sonsuzluqdan mənfi 1'ə qapalı, birləşmə 0 qapalı, 1 qapalı. Buyurun, doğru cevap budur. Nəhayət. Konsentrik çevrələrin radiuslarının uzunluqları cəmi, yəni R1 plus R2 bərabərdir 28. Aralarında qalan halqanın qalınlığı 12'dir. Bildiyimiz kimi halqanın qalınlığı deyəndə radiusların fərqi nəzərdə tutulur. Halqanın sayısı tələb olunur. Birinci tənlikləri qurduq, sistemə saldıq, tərəf-tərəfə toplayırıq. 40 bölü 2 20 alınır. R2 isə 8'dir. Halqanın sayısını tapmaq üçün təbii ki biz böyük dairənin sahəsindən, burada sizinci açıqlamayla yazın, kiçik dairənin sayəsini çıxmalıyıq. Böyük dairə, yəni məndə R1'dir. Yəni pi R1 kvadratdan çıxmalıyıq. Pi R2 kvadratı, elə deyilmi? Yəni R1'in kvadratı minus R2'nin kvadratı belə baxsın. Allah Allah, vay. Mən gərək onu heç əlletməsəydim. R1 R2'ni tapdımsa deməli, zövksüz hərəkət elədim. Şagirdlərimə də həmişə deyirəm. Niyə? Çünki radiusların, fərqi radiusların cəmi varmış, məndə fikrim olmuyor. Belə də şagirdlərimə də deyirəm, bir gözü sualda olsun, bir göz veriləndə. Amma indi özüm, ev yox. R1 minus R2 12, R1 plus R2 28 ve burada doğru cevabı alaq. 28 12'ye bırak. $336 en nihayet. Şükürler olsun. Bitirdik uşaqlar.
Güven kurslarına teşekkürler. Suallar değerlidir her zaman bizler için. Aziz şagirdler, videonu beğenmeyi unutmayın. Kanalımızı paylaşın. Linki paylaşın. Dostlarınız, yoldaşlarınız, herkes faydalansın. Sağ olun. Size uğurlar.